Biz əslində bu dəhlizi müharibədən, 2-ci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başlamışıq. Səhv etmirəmsə, 2021-ci ilin əvvəlində artıq o dəmir yolunun təməli də qoyuldu. Yəni, məndə sözün düzü şübhə yox idi ki, bu yol açılacaq. Əgər şübhə olsaydı, yəqin ki, biz bu qədər vəsait qoymazdıq. Hətta müsahibələrin birində də demişdim ki, istənilən yolla açılacaq. Və bəzən belə ritorikaya da ehtiyac var. Çünki bu, qarşı tərəfi, necə deyərlər, həvəsləndirir. Yumuşaq desək. Amma əlbəttə ki, bu məsələni Amerikada Trumpın iştirakı ilə həll olunması bu məsələni artıq tamamilə həll etmiş məsələ kimi ortaya qoydu. Və bugün bizim həm dəmir yolu, həm avtomobil yolu Ermənistan sərhədinə gedən yollar demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı haradasa 95%'dir. Dəmir yolunun fiziki hazırlığı 70%'dir.